Uşaqlar, bugünkü mövzumuz 9-cu sinif İngilis dili Unit 6. Complete the definitions with soft skills or hard skills. Soft skills yumuşaq bacarıqlardır. Hard skills bərk bacarıqlar deməkdir. Soft skills hər kəsin edə bildiyi bir şeydir. Hard skills isə bizim hansısa bir ixtisasda bacardığımız bir işdir. Yəni hər kəs o işi bacarmır. Sadəcə o ixtisasın sahibləri bacarır. Yəni ki, uşaqlar, uzun sözün qısası, soft skill insanın xarakteri ilə əlaqədar olan bacarıqlardır. Ünsiyyət bacarıqları, komandada işləmə bacarığı, sosial bacarıqlar. Amma deməli, hard skills isə insanın peşəsi ilə əlaqədar olan bacarıqlardır. İndi gəlin bu definitiona əsasən biz boş yerləri tamamlayaq. Help us perform a task. They are skills that people learn at schools or through practical tasks. Deməli, hansısa bir tapşırığı yerinə yetirməyə bizə kömək edir və bunlar bizim məktəblərdə və yaxud da ki, tətbiqi tapşırıqlarda öyrəndiyimiz bacarıqlardır. Bu bacarıqlar hard skills olur. Yəni birincisine biz yazırıq hard skills. Ama ikincisinde ise are non-technical skills, qeyri-texniki bacarıqlardır. They include how you interact with people, how you solve problems, how you work in teams, etc. Deməli, bu bacarıqlar insanlarla necə ünsiyyətə girirsiniz, problemləri necə həll edirsiniz və komandada necə işləyirsiniz, bunları əhatə edən bacarıqlardır. Bunlar da olur soft skills. Və work in small groups and describe the pictures. Kiçik qruplarda işləyin və şəkilləri təsvir edin. Then discuss the questions. Sonra isə sualları müzakirə edin. Which skill does each of the pictures describe? Soft or hard? Sizcə hər şəkildə hansı bacarıq əks olunub? Yumşaq bacarıqlar yoxsa bərk bacarıqlar? Which soft skills are necessary for teens? Why? Yeniyetmələr üçün hansı yumşaq bacarıqlar önəmlidir və nəyə görə? How can soft skills help you in your academic life? Və sizin akademik həyatınızda yumşaq bacarıqların köməyi nədir? What is the best way to develop soft skills? Və yumşaq bacarıqları inkişaf etdirməyin ən mükəmməl, ən yaxşı yolu nədir? Bu mövzuları siz dərs zamanı müzakirə edəcəksiniz müəlliminizlə. Keçək növbəti səhifəyə. Read the paragraphs about different soft skills and answer the questions. Deməli, yumşaq bacarıqlar haqqında olan abzasları oxuyun və suallara cavab verin. In a successful team, everyone's unique skills and strengths help the team achieve a shared goal in the most effective way. Uğurlu bir komandada hər kəsin özünə məxsus bacarıqları və gücü komandanın ümumi məqsədinə çatmağa ən yaxşı yolla çatmağına kömək edir. If you have good people skills, you will make a good team player, and skills like communication and having a positive attitude make a team great. Əgər sizin yaxşı deməli bacarıqlarınız varsa və yaxşı oyunçulardan ibarətsinizsə, siz orada yaxşı ünsiyyət quracaqsınız, bir-birinizə pozitiv attitude münasibətdən gözəl bir komanda işi yaradacaqsınız. In such teams, members always support each other and their assistance is always welcomed. Belə komandalarda üzvlər bir-birlərini dəstəkləyirlər və onların iştirakı çox xoş qarşılanır. In today's world, teamwork is one of the most important soft skills. Və indiki, hazırki dünyamızda komanda işi ən vacib, yumşaq bacarıqdır.
What is the paragraph most about? Deyir ki, abzas əsasən nə haqqındadır? Effective ways of learning to work in teams. Yes. Komandada deməli why you distract? Komandada öyrənmənin effektiv üsulları. Characteristics of a good team. Yaxşı komandanın xarakteristikası. The importance of soft skills və yumşaq bacarıqların əhəmiyyəti. Deməli, burada uşaqlar nədən söhbət gedirdi? Və burada C variantı olur. The importance of soft skills. One of the best ways for teens to develop soft skills is by spending time with their friends. Deməli, yeniyetmələr üçün yumşaq bacarıqları inkişaf etdirməyin ən yaxşı üsulu dostları ilə vaxt keçirmələridir. When you hang out with friends, you learn to share, solve problems and take turns. Deməli, dostlarınla vaxt keçirərkən sən paylaşmağı, problem həll etməyi və növbəni gözləməyi öyrənirsən. You also learn to defend yourself. Həm də özünü müdafiə etməyi də öyrənirsən. With a friend, it is easier to do so. Dostunla bunu etmək daha asandır. If you are not good at it, in a friend group, there will definitely be someone who can defend themselves and ask for what their right is. Deməli, sən nədəsə bunda yaxşı deyilsənsə, dost qrupunda orada kimsə mütləq olacaq ki, özünü müdafiə edəcək və öz haqqı üçün nəysə tələb eləyəcək. Those friends are good life teachers and can positively influence your life. Bu cür dostlar yaxşı həyat müəllimləridir. Yəni, yaxşı həyat öyrədirlər və sənin həyatına müsbət mənada təsir göstərirlər. Which ending is true according to the paragraph? Paragrafa əsasən ən yaxşı sonluq hansıdır? If you cannot defend yourself, you can ask your teacher to help you. Özünü müdafiə edə bilmirsənsə, müəllimindən xahiş edə bilərsən ki, sənə kömək etsin. Xeyr, bu deyil. Learn it from a friend. Dostundan öyrənə bilərsən. Bəli, B variantı burada doğrudur. Have problems with your friends. Dostlarınla problemin ola bilər. Xeyr, bu variant da bu paragrafa əsasən doğru deyil. When you argue with someone, sometimes you need to step back. Kiminləsə mübahisən olan zaman bəzən sən geriyə addım atmalısan. There are really great benefits of doing that. Bunu etməyin həqiqətən də böyük qazandırdığı şeylər olur, faydaları olur. It doesn't mean you are weak. Bu demək deyil ki, sən zəifsən. It means you respect yourself. Bu demək deyil ki, sən özünə hörmət edirsən. If you have already expressed yourself fully, it's okay to take a pause. Əgər sən özünü tamamilə ifadə etmisənsə, pauza etmək okeydir, yəni problem yoxdur da, yəni dayana bilərsən. You don't need to continue explaining to someone who does not understand. Başa düşməyən insanın davamlı olaraq izah etməyə ehtiyac yoxdur. When you acquire this skill, a positive outcome will be guaranteed. Və sən bu bacarığa yələndikdə müsbət orada pozitiv gəlirin olacaq. Yəni ki, qarantiyadakı var ki, buradan sənin qazancın olacaq. You won't waste your energy and you will start to see the bigger picture. Sən enerjini israf etməyəcəksən və sən böyük bir orada şəkli görmüş olacaqsan. The ability to step back from your thoughts will give you more choices. Öz fikirlərindən geriyə addım atmaq sənə daha çox seçimlər verəcək. Which statement is wrong according to the paragraph? Paragrafa əsasən hansı ifadə yanlışdır? If you want to see things clearly, give yourself a pause. Əgər sən hadisələri daha aydın görmək istəyirsənsə, özünə pauza verməlisən. Elə mətndə də burada bizə deyirdi ki, biraz dayandır özün. Stop eləməyi balçaq vaxtında.
O deyil. B variantına baxırıq. If you want people to understand you better, say all that you can. Sən istəyirsənsə ki, insanlar səni daha yaxşı başa düşsün və bütün deyə bildiklərini de. Xeyr, bu deyil. Yəni orada deyir ki, demə. Çox danışma. Susmağı da bacar. If you stop arguing, it can save your energy. Sən deyir, mübahisə etməyi dayandırsan, bu sənin enerjini qoruyacaq. Yes. Və deməli, sözləri mənasına baxaq. Attitude, the way how you feel about something or someone. Attitude münasibət deməkdir. Sən burada deməli bizə lazım olan the way how A variantıdır. Sən bir şeyə və ya bir kəsə olan münasibətindir deməkdir. Support dəstəkləmək, demotivate somebody by saying that you cannot do it better. Bir kəsi demotivə etmək, xeyr bu deyil. Help somebody by saying that you agree with them. Kiməsə kömək etmək, onunla razılaşdığını deməklə kömək etmək, yəni bu variant daha uyğundur. Assistance kömək etmək deməkdir. Help elə, kömək. Buraya getdi. Spend a lot, hang out, vaxt keçirmək. Spend a lot of time with a person or in a place. Bir şəxslə və ya bir yerdə çoxlu vaxt keçirmək, bəli, bu variant uyğundur. Influence, təsir göstərmək, have an effect on a person's behavior or a situation. Bir şəxsin davranışında və yaxud bir hadisədə effekt, yəni təsirinin olması ilə variantıdır. Uşaqlar biraz, I'm sorry, biraz grip, yəni xəstələnmişəm, ya sağalma evrəsindəyəm, burnum tutulub. Step back, geriyə addım atmaq, stop being involved in something, haradansa, yəni ki, olmağı dayandırmaq, bəli, budur, start deyil, yəni bu deyil. Acquire, mənimsəmək, əldə etmək, öyrənmək. Learn something such as a language or a skill. Məsələn, dili mənimsəmək elə bax, acquire-dan olur. Deməli, bir dili və ya bacarığı mənimsəmək, öyrənmək. Outcome, bu deməli, outcome oradan əldə elədiyimiz çıxar. Bax, çıxar mənası daha uyğundur. The result or effect of an action, bir hərəkətin nəticəsi və ya təsiri, yəni B variantı. Bu yoxlayırsınız, yəni track 17-yə dinləyərək yoxlaya bilərsiniz. Üçüncü tapşırıq edək. Complete the sentences with the words, phrases from task 2. İkinci tapşırıqdan olan sözlər və ifadələrlə cümlələri tamamlayaq. You may need to change verb forms, yəni ki, feil formalarını dəyişə bilərsiniz, yəni zamanlara uyğunlaşdırma mənasında. Some parents, when their children have a problem, as they want to teach them to solve their problems on their own. Deməli, deyir ki, bəzi valideynlər uşaqlarının problemi olanda geriyə addım atırlar, step back. Çünki onlar istəyirlər ki, uşaqları özləri öz problemlərini həll eləməyi öyrənsinlər. If you practice a lot, you can better study habits. Çox deyir, deməli, praktika eləsən, yəni çox tətbiq eləsən, onda you can acquire better study habits. Daha yaxşı, deməli, təhsil vərdişləri əldə edərsən. My granddad has always supported me in all my decisions. Babam deyir, həmişə məni qərarlarımda dəstəkləyib. Of improving your soft skills is priceless. Deyir ki, yumşaq bacarıqlarının inkişaf etdirməyin faydası çıxarı, yəni
qiymətsizdir. Yəni o qədər dəyərlidir ki. If you want to be a successful learner, uğurlu bir öğrenci olmaq istəyirsənsə, you need to have a positive attitude to learning. Sənin deyir, öyrənməyə pozitiv münasibətin olmalıdır. My chemistry teacher's advice was great in my final project. Deyir ki, mənim kimya müəllimi məsləhəti mənim sonuncu layihəmdə çox deyir, köməyi dəydi. You should choose the friends who you hang out. Vaxt keçirdiyin dostları seçməlisən. With wisely, ağıldan seçməlisən. They have more effect on your life than you think. Sən düşündüyündən daha çox onların sənin həyatına təsiri var. Bəli, bu fikirlər tamamilə razıyam. Reading, oxu mətni. Discuss the question with a partner. Dostunla sualı müzakirə et. How can a person be socially successful? İnsan sosial olaraq necə uğurlu ola bilər? Düşünün. Bu artıq kifayət qədər yuxarı yaş dövrlərindəsiniz. Bu suallara cavab tapa bilərsiniz. Özünüzə görə daha məntiqli, daha ağıllı cavablarınız ola bilər. 5 teachers give advice to teenagers on soft skills that can help them succeed socially. 5 müəllim yeniyetmələrə yumşaq bacarıqları deməli öyrənməyə mövzusunda daha uğurlu olmaları üçün, sosial olaraq daha uğurlu olmaları üçün məsləhətlər verir. Read the text and match the headings to the paragraphs. Mətni oxuyun və hər paragrafa başlıq qoyun. There are 2 extra headings. Orada 2 dənə əlavə başlıq var. Okay. Baxaq. Adrina, I didn't learn this until I went to college, where I was fortunately surrounded by others who showed me the way. Deməli, mən bunu kollecə gedənə qədər öyrənmədim. Harada ki, mən xoşbəxtlikdən mənə yol göstərən insanlarla əhatə olunmuşdum. I'm sure you've experienced this too, but I'm often surprised at how quickly a situation can go from awkward to fun when I offer my hand and introduce myself. Məncə sən də bunu yaşamısan, belə bir təcrübən olub və mən tez-tez deyib təəccüblənirəm ki, necə hadisələr narahat edici vəziyyətdən əyləncəli bir vəziyyətə keçə bilir. Harada ki, mən əlimi uzadıram və özümü təqdim edirəm. They immediately start smiling back at me and this makes communication easier for both sides. Onlar dərhal gülməyə başlayırlar, mənim üzümə gülümsəməyə başlayırlar və communication, ünsiyyət hər iki tərəf üçün asan olur. It is a win-win. Yəni bu hər iki tərəf üçün qələbədir. Jason, sometimes things didn't go as I wanted them to. Bəzən işlər mən istəyən kimi getmirdi. At those times, I felt sad and unmotivated. Və həmin vaxtlarda mən qəmgin və həvəssiz hiss edirdim. Then I reminded myself of a conversation with my dad. Sonra mən atamla olan bir söhbəti yadıma saldım. During the college selection process, I was so afraid of making the wrong decision that I didn't know what to do.
Kollec seçimlər prosesində mən elə qorxurdum ki, birdən mən nəsə səhv bir qərar verərəm və bilmirdim ki, nə edim. My dad told me it was okay to choose one and decide later it wasn't for me. Atam dedi ki, bu okeydir yəni. Birini seçməlisən və sonra qərar verərsən ki, bu sənə uyğun olub yoxsa yox. I can't tell you how much better that made me feel. Və səni inandıra bilmərəm ki, bu məni necə hiss etdirdi, necə daha yaxşı hiss etdirdi. Sometimes we all need a reminder. Bəzən biz bir xatırlatmaya ehtiyac duyuruq. So believe me, making mistakes isn't always bad. Səhv etmək həmişə pis deyil. Yəni səhvlərlə də insan nəsə öyrənir. Amma səhv edərək də öyrənmək hər dəfə, yəni bu mən səhv edə bilərəm, şansım var səhv edim, bu da yaxşı deyil. Başqalarının səhvindən öyrənmək daha yaxşıdır. Helen. Once I had a problem at school and my parents left me alone to solve my problem myself. Bir dəfə məktəbdə problemim var idi və valideynlərim öz problemimi özümün həll etməyi üçün məni tək buraxdılar. At first, I felt very lonely. Birinci özümü çox yalnız hiss etdim. However, when I was able to solve my problem, it helped me be very confident. Lakin mən öz problemimi həll edə biləndə bu məni çox confident elədi, yəni özünə inamlı elədi. Later, I learned that it was my parents' way to help me learn to be responsible for my actions and try to resolve any conflicts in my relationships. In other words, to acquire soft skills. Mən öyrəndim ki, bu valideynlərimin mənim öz hərəkətlərimə görə məsuliyyət daşımağıma və öz konfliktlərimi, münasibətlərimdə olan konfliktləri həll etməyim üçün valideynlərimin məni öyrətmə metodu idi bu əslində. Yəni digər sözlə mənə bu metodla, bu üsulla yumşaq bacarıqlar əldə etməyimə kömək etdilər. Gəlin başlıqlar seçək. Yes. Burada Kərəm var, Kərəm və Briar var. It doesn't mean that you shouldn't support or give a helping hand when your friends need it. Bu demək deyil ki, sənin dostlarının ehtiyacı olanda sən onları dəstəkləməyəsən və ya kömək əli uzatmayasan. But some people like creating problems out of every situation. Amma bəzi insanlar hər situasiyadan problem yaratmağı xoşlayır. Once you are sure that your friend is one of them and you often find yourself trying to understand why your friend is angry with you or how you can improve the situation, think twice before hanging out with that friend. Və əgər sən görürsən ki, sənin dostun onlardan biridir, yəni öz-özünə problem yaradan adamlardandır və sən hər dəfə çalışırsan ki, dostun nəyə görə əsəbləşib, sənə əsəbləşib və yaxud sən bu problemi necə həll edə bilərsən, situasiyanı necə düzəldə bilərsən, onda bu cür dostlarla vaxt keçirməyinizdən qabaq, yəni 2 dəfə düşün. It is definitely not a sign of weakness. Bu tamamilə zəiflik əlaməti deyil. Everyone can have difficult times in their life and they might need assistance sometimes. Hər kəsin həyatında çətin vaxtları ola bilər və onların bəzən köməyə ehtiyacı ola bilər. What is more exciting? Daha həyəcanlı olan nədir? More people will be happy to support you than you think. Sənin düşündüyündən daha çox insan sənə dəstək olmağa məmnunluq duyar. You just need to ask for their assistance. Sən sadəcə onların köməyi üçün müraciət edə bilərsən. And when you do that, you build better relationships and emotional support too. Və sən bunu edəndə daha yaxşı münasibətlər qurursan və emosional dəstək yaradırsan. It also makes it easy for others to reach you when they need it. Və bu həm başqalarının ehtiyacı olanda sənə yaxınlaşmasına kömək edir. Isn't it a win-win? Bu hər iki tərəf üçün faydalı deyilmi? Okay. Let's see. Baxaq, dönək əvvəlki səhifəyə.
2 artığı idi və baxaq. Never ask for help because people will think that you are weak. Deyir, heç vaxt kömək üçün müraciət etmə, çünki insanlar düşünəcək ki, sən zəifsən. Xeyr, belə bir variant yox idi, belə bir ümumiyyətlə paragraf yox idi. Don't be afraid to fail. Uduzmağa qorxma. It's the path to success. Bu uğura gedən bir cığırdır, yoldur. Bu uyğun idi, deməli o atasından Jason, atasından danışan uşaq. Səhifə niyə belə olur? Okay, ona görə bura yazırıq ki 2. Don't panic if a family member steps back. Bir ailə üzvü əgər geriyə addım atırsa, qorxma. Bu üçüncüydü, yəni valideynlərdən danışırdı ki, valideynlərin sənimə deyir mənə responsible olmağı, öz hərəkətlərimə görə məsuliyyət daşımağı və öz problemlərimi özümü həll etməyi öyrədirdi. Üçüncü testdə, deməli, mətndən idi bu. Və ask for help when you need it. Kömək ehtiyacın olanda istə, yəni kömək istəyə bilərsən. Bu, axırıncı danışan Brier'ın mətnində idi. Be strong when you have difficulties in your life. Həyatda çətinliklərin olanda güclü ol, belə bir şey oxumadıq biz. A friendly greeting can make a big difference. Dostyana bir salamlaşma böyük bir fərq yaradır, bəli. Bu Adriana'nın mətnində idi, Adriana'nın mətnində idi, yəni birinci mətndə. Limit the time you spend on people who bring more drama than joy to your life. Sənin həyatına əyləncədən daha çox drama gətirən insanlarla vaxt keçirməyə nə limit qoy. Yəni o insanlar ki, zövq alır, problem yaratmadan, o 4-cü mətndə idi. Okay. Və uşaqlar, bu videoluk bu qədər. Mən dərsə girəcəm, ona görə sağollaşmalıyam. Növbəti səhifələr üçün, yəni 111-in davamı üçün də inşallah növbəti videolarda görüşərik. Ümid edirəm faydası toxunar. Sağ olun.